Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. APA xəbər verir ki, bugün 39 ailə 153 nəfər Sarıcalı kəndinə köçürülür. Bərdə rayonundan 4 ailə 18 nəfər, Bakı şəhərindən 22 ailə 85 nəfər, Abşeron rayonundan 1 ailə 6 nəfər, İmişli rayonundan 1 ailə 6 nəfər, Mingəçevir şəhərindən 1 ailə 2 nəfər, Ağcabədi rayonu 2 ailə 8 nəfər, Ağdam rayonundan 3 ailə 8 nəfər, Ucar rayonundan 1 ailə 3 nəfər, Yevlax şəhərindən 2 ailə 8 nəfər, Biləsuvar rayonundan 2 ailə 9 nəfər Sarıcalıya yola salınır. Ən elə bir xoşbəxt günlərindən biri yaşayıram. Çünki az müddət deyil, 31 ildir ki, öz vətənimin içində vətənsiz qalmışam. Bura mənim öz vətənimdir, amma öz doğulduğun yer başqa hissidir. Orada yaşamaq, oranın suyunu içmək, oranın havasını tutmaq başqa hissdir. Biz çox sevinirik ki, biz qayıdırıq öz vətənimizə. Çox sağ olsun bizim prezidentimiz ki, bizə yaxşı belə şərait yaradıq. Beləliklə, bugünkü köçü də nəzərə almaqla Sarıcalı kəndinə cəmi 76 ailə 299 nəfər köçürülmüş olur.